Salam həmkarlar. Yəni mən söz vermişdim, icmalın hazırlanmasına baxacağım. Düzdür, mən söz verəndən sonra biraz xeyli uzun çəkir. Ümid edirəm ki, bundan sonra normal davam edə biləcəm. Çəkiliş biraz. Bundan sonra normal davam edə biləcəm. Yəni mən bu İcmal haqqında, onun lazımdır, deyil haqqında heç bir fikir demək istəmirəm. Mən birbaşa istəyirəm necə hazırlanmasına baxaq. Çünki istəsək də, istəməsək də tələb olunur və insanlar, müəllimlərimiz bunu açıq dərslər üçün pul verib alırlar. Yəni bunu bir şey ki, özümüz hazırlaya bilərik. Bunu almaq, yəni həm yaxşı görünmür, həm əlavə, yəni xoş bir şey deyil. Ona görə onu yazmağın da rahat olduğunu bildiyimizdən bunu bir yerdə eləyək, bir dəfə öyrənək ki, yəni sonra bir dəfə öyrənək və bundan sonra da tətbiq edək. Sadəcə bir şey var ki, bunu yəni istənilən halda həmkarların fikirlərini bu video haqqında bilmək istəyəcəm. Ya özümə şəxsiyə, ya videonun altına, YouTube'da hardasa fikirlərinizi yazmağınızı istəyərdim. Mən bunu bir neçə videoda yerləşdirməyi düşünürəm. Çünki bir videoda alınmayacaq. Bir neçə videoda, yəni necə? Birinci bugünkü videoda mən istəyirəm bunu verim ancaq ChatGPT-dən istifadə edərək necə hazırlayarıq formasında. Yəni o formatda vermək istəyirəm. Ondan sonra və eyni zamanda öz dərsimi də göstərmək istəyirəm, hazırladığım dərsi. Yəni fərq olacaq. Bir xeyli fərq olacaq. Bu o deməkdir ki, ChatGPT-dən istifadə edərək yalnız onu yazmaq düzgün deyil və mümkün deyil. Müəllim onun üzərində işləməlidir, suallar verməlidir, onun yazdıqlarını dəyişməlidir. Həm elmi cümlələrdə fərq olur, həm metodiki fərq dəyişmək lazım olur. Ancaq işi xeyli yüngülləşdirir və ən əsas üstünlüyü odur ki, bizim fikirləşmədiyimiz, yadımıza düşməyən formalarda kömək eləyə bilir. Məsələn, hər hansı bir qanunun həyatda tətbiqinə aid konkret bir fikrimiz yoxdur. Onu istəyə bilirik, o misal gətirə bilir. Biz onun üzərində dəyişərək onu bir tapşırıq kimi dərsin içərisinə sala bilirik. Yəni belə köməkləri indi mən işin gedişində göstərəcəm, aydın olacaq. İcmalın lazım olub olmaması, nəyə lazım olması haqqında fikirlərimi, ümumiyyətlə bəzi şeyləri, mən təhsil eksperti deyiləm. Yəni bu söz çox axır vaxtlar çox hallanır, ekspert məsələsi. Amma 26 il təcrübəsi olan bir müəllim kimi fikirlərimi demək istəyirəm. Onu axırda videolardan sonra düşünürəm. Ancaq indi onu demək istəyirəm ki, bir cümlə ilə ki, axır vaxtlar yaşlı müəllimlərlə zaten münasibətlərimiz var. Gənc nəsillə son zamanlar aktiv yazışıram və belə qənaətə gəlmişəm ki, əksəriyyəti, mən həmişə fikirləşirdim ki, onlar MİQ-də hazırlaşıblar, institutda daha çox keçiblər, biz heç məlumatsız idik, onlar universitetdə də bunu öyrəniblər, yəni daha çox həvəsli olarlar tətbiqinə. Amma danışıqlardan belə gördüm ki, yəni danışdığım müəllimlər də yəni öz ixtisaslarını yaxşı bilən insanlardır. Şagird hazırlığı ilə məşğuldurlar, ixtisaslarını bilirlər, sevirlər. Yəni bu adamlar belə icmalı bəyənmirlər və hətta onun nə olduğunu düzgün bilən belə yoxdur. Yəni var yəqin ki, mənim danışdıqlarım arasında yox idi. Ki ona yaddaş vərəqi deyilməsini mən təhsil qruplarından birində gördüm. Yaddaş vərəqi yazılmışdı. Bir mənə onu dərsin planı kimi deyən var. Yəni
müəllim qeyd eləsin, müəllimin qeydləri kimi baxan var, deyir mən qeydiyyatssız da orada nə danışacağımı bilirəm. Yəni məqsəd orada müəllimin nə danışmağı deyil, icmal yaddaş vərəqi deyil, icmal dərsin ssenarisidir. O dərs başdan ayağa necə gedəcək və o ssenariyə baxan orada nə oldu, nə baş verdi, nə məqsəd qoyuldu və nə nəticə alındı və bu nəticə necə qiymətləndirildi, qiymətləndirmə mümkün oldu mu? Bunların hamısı görünməlidir o icmalda. Nəyə görə? Çünki dərs o formada getməlidir. Yəni dərsdə məqsəd şagirdin akademik bilik alması olmamalıdır ki, biz həmişə belə düşünmüşük. Mən də o dərsləri elə keçmişəm, yəni zaten keçməmişəm onu lazım olan qaydada. Yəni belə işləmişik. Yəni müəyyən səbəblərdən bunu eləməmişik, amma bir gün eləyəcəyik. Yəni bu olunacaq, çünki bizim uşaqlar buna layiqdirlər, daha keyfiyyətli dərsə layiqdirlər. Düzdür, müəllimlərimiz də çox şeyə layiqdirlər ki, almırlar, ancaq yəni bizim əlimizdə olmayanı istəsək belə əldə eləyə bilmirik, amma əlimizdə olan o keyfiyyətli dərsi vermək bu bizim əlimizdədir və bu oradan keçir ki, o ssenari bizdə hazır olsun ki, o dərsdə nə etməli olduğumuzu bilək. Ona görə o icmalı yazırıq və yazmaqda mən ChatGPT-dən istifadə eləyəcəm. Birinci videoda onun ancaq sadə necə istifadə eləyə bilərik onu göstərəcəm və öz dərsimi müqayisədə öz dərsimi 10-cu sinifdə sürtmə qüvvəsi mövzusunun hazır versiyasını göstərəcəm və bunun fərqli olduğunu görəcəksiniz. Çünki ChatGPT-dən birbaşa istədiyimiz nəticəni əldə eləyə bilmirik. ChatGPT sadəcə bizə kömək etmək üçündür. Belə ki, orada düşünüb xatırlaya bilmədiyimiz, xəbərimiz olmayan bir şeyləri sual şəklində, məsələn, hər hansı bir qanunun tətbiqi, həyati tətbiqi, harda tətbiq olunur, necə istifadə etmək olar, nədə yararlanmaq olar ki, bu hissələr uşaqlara daha çox maraqlıdır. Amma biz onu bilmiriksə, onu oradan informasiyanı alıb, həmin informasiyanı tapşırıq şəklinə salıb dərsimizin içində istifadə eləyə bilərik. Bu məqsədlə ChatGPT-dən istifadə olunur, çox məqsədlə istifadə olunur. İndi onları göstərəcəm və bu özünə birbaşa müraciət eləyəndə çox sadə bir dərs nümunəsi verir. Hətta 10-cu sinif yazsaq belə 7-ci sinif, 8-ci sinif səviyyədə bir dərs verir və bundan sonra biz onun üzərində işləyərək istədiyimiz səviyyəyə gətirə bilirik o dərsi. GPT-nin köməyi bizim işimizi sadəcə sadələşdirməsi olur. Yəni müəllimin əvəzinə süni intellekt iş görəcək deyə bir şey yoxdur, eləyə bilmir. Bir də bir şey var. Bəzi müəllimlər, bir dənə bunu da deyim, keçək işimizə. Yəni mən danışanda biraz çox danışıram. Deyirlər ki, mən əzbər bilirəm, mən öyrədirəm. Mənim işim öyrətməkdir, mən fənnimi öyrədirəm. Amma indi biz tələblərə baxanda görəcəyik ki, həm bu təkmilləşmiş fənn kurikulumlarının hər birinin içərisində fənnə qoyulan məqsədlər var. O məqsədlərə baxacağıq. Eyni zamanda ChatGPT-dən mən sorğu eləyib aldığım məqsədlərə baxacağıq və özümüz də bilirik ki, müəyyən qədər bilirik ki, yəni müəllimin işi, təhsil sisteminin işi sadəcə akademik biliyi olan insan hazırlamaq deyil. Valideynlər bəzən deyirlər ki, hesab edirlər ki, heç məktəbə getməsə də olar, hər bir məlumat internetdə var. Amma məktəbin funksiyası akademik biliyi olan şagird hazırlamaq deyil. Burada cəmiyyətə yararlı şəxsiyyət yetişdirməkdir məqsəd və bura qoyulan tələblər də dərsin içərisində, o dediyimiz icmal ssenarinin içərisində görünməlidir. Və bu necə görünəcək? Onu da indi baxacaq ki, onu ora necə yerləşdirəcək ki, bizim dərsimizin içində o şəxsiyyətin yetişməsi görünsün. Bir fərq var ki, məsələn, ədəbiyyat, tarix müəllimlərinin dərslərində bura daha çox yer ayrılacaq, daha önəmli, daha aktiv görünəcək. Fizika, riyaziyyat dərsində müəyyən mənada yeri var, ancaq tam həmin işi görə bilmir. Məsələn, fizika, riyaziyyat müəllimi onu əməkdaşlıq, empati hissinin formalaşması kimi dərsinə daxil edib qiymətləndirə bilər və bunu formalaşdıra bilər. Amma ədəbiyyatda, tarixdə orada daha geniş imkanlar var.
Bu qədər. İndi keçirik. Faylları mən göstərəcəm. Nə hansı fayllar olmalıdır, hansı sənədləri toplamalıyıq ki, dərsləri rahat hazırlayaq.